ayının xüsusilə də 16-sından 17-sinə keçən gecə 17 may gün ərzində Xəzər dənizi ərazisində region üçün xarakterik olmayan ciddi və çox xəstəli bir topa yağış buludlarının və supersel buludların aktiv inkişafı üçün münbir sinoptik şəraitin yaranması gözlənir. Mayın 16-sından 17-sinə keçən gecə saatlarında əvvəlcə Cəlilabad, Masallı, Lənkəran, Astara, Yarıma və Lerik, eyni zamanda mərkəzi aranın cənub-şərqində Beyləqan, Saatlı, İmişli, Sabirabad, Salyan, Neftçala, Biləsuvar, eyni zamanda Böyük Qafqazın Balakan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmaili, Şamax, Xızıq, Quba, Qusar, Xasmaz, Dağlıq Şirvanda və Bakı, Abşeron, Sumqayıtın əvvəlcə qərb ərazilərində hava şəraitinin kəskin dəyişilməsi, arabir şimşək çaxması, yağış yağması və yağıntıların lokal qısa müddət ərzində intensiv və güclü olması, dolu yağması, çaylarda sululuğun kəskin artması gözlənir. Mayın artıq 17-sinə keçən gecə 17 may günün birinci yarısında isə bu sistem hər keçən saat daha da güclənəcək. Nəticədə Araz çay vadisində şiddətli yağışlar nəticəsində Araz çayında suyun səviyyəsinin kəskin artması və Biləsuvar ərazisində bəzi ərazilərdə su basmanın baş verməsi ehtimalları var. Bu riski də nəzərə almaq lazımdır. Mayın 17-si səhər saatlarında artıq bu sistem Bakı, Abşeron, Sumqayıt arasına doğru daxil olacaq. Yəni ümumilikdə bu sistem çox xəstəli sistemdir. Yəni lokal bir topa yağış buludlarının inkişafı ilə bərabər çox xəstəli, geniş ərazilərə yayılan bir topa yağış buludlarının sistematik inkişafı gözlənilir. Bu da supersel buludlarının aktiv inkişafına səbəb ola bilər. Ümumilikdə bu risk yüksək qiymətləndirilir. Supersel buludları artıq dünya praktikasında xüsusi təhlükəli hidrometeoroloji proseslərə səbəb olması gözlənilən bir risk qrupuna aiddir. Mayın 17-si səhər saatlarında bu sistem daha da güclənəcək və Xəzər dənizi ərazisində gördüyünüz kimi kifayət qədər güclənəcək və artıq Xəzər dənizinə yaxın olan şərq rayonlarında Böyük Qafqazın şimal-şərqindən başlayan proses artıq Böyük Qafqazın Quba, Qusar, Xasmaz, Kabran, Xızı, Siyəzan, Dağlıq Şirvanda, eyni zamanda mərkəzi aranın Beyləqan, İmişli, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yarıma və Lerik ərazisində yağıntılar artıq lokal, hətta şiddətli yağacaq, dolu yağacaq və dolunun diametrində iri dənəli yağması gözlənilir.